Yağ yemən nədir tam olaraq? Yeyir də, istəyir də, yeyir. Acır yeyir, necə olur? Kitabça da çürümə olur, yağı verir suya, ya suyu yağa verir. Kruz almaq istəyirəm, dost tanış qorxudur ki, qaynadacaq. Kruz alım. Bəli, katalizatorun baş hissəsi yanır, kanalları tutur. Maşın əvvəlki kimi getmir, qaza basıram boğulur. Baçokun qapağında klapan var. Orada basır o klapanı, qaynadır, baçokun ağzından tökür. Mühərrik qızmır, temperatur aşağı qalır. Avtomobili belə sürə bilərəm. Salam, hər vaxtınız xeyir olsun. Solo Avtonun növbəti podkastında xoş gördük sizi. Bugün yenə mənim təkrardan qonağım Sadiq Ustadır. Sadiq Usta, xoş gəlmisən. Xoş gördük, xoş günümüz olsun. Necəsən? Yaxşı. Keçən səfərki podkastdan sonra səni yenə görmək mənə xoş oldu. Keçən səfər çox maraqlı səndən söhbətimiz oldu. Necəsən? İşlər necə gedir? Şükür, yaxşıdır. Qaydasındadır. Hə, biraz istilər var indi. İstilərdə çox şikayət gəlir avtomobillərdən, qışa nisbətən. İstilərdə maşının isti yerindən şikayət gəlir də. Yəni qışda görürsən ki, gəlir askı sistemindən məsələn problem. Yayda motorxanadan o da, hava da isti, motorxana da isti, yaxşıdır da. Bunun əsas səbəbi ən çox avtomobil günün altında saxlamaqdan olar, dayandığı yerdə də problem olar. Yoxsa necə yəni? Məsələn, avtomobil günəşin altında saxlayıb gedirlər, qızır da motor şey avtomobil. Qızır, dəmiri qızır, qara maşınlar, tünd maşınlar əsasən də çox qızır, hə. Onun da təsiri olar da yəqin. O nəyisə Əlbəttə ki, maşın, yox, bir şey olmur. O məsələn, sexə salanda maşın öz istiliyi də var axı. Hə, öz istiliyinə də qarşı. Biraz da qəşəng sinir də. Bizim izləyicilərimizdən gələn suallar var. Bugünkü podkastımızı əsasən bu suallar üzərində formalaşdıracağıq. Burada mən qarşısında qeydlər aparmışam, hansı ki bizim izləyicilərimiz yazıb. Bu sualları səndən soruşacağam, izləyicilərin suallarını və çalışacağıq ki, cavablandır, daha doğrusu sən cavablandırasan. Məsələn, birinci sualımız belədir ki, izləyicimiz yazıb ki, ikinci əl avtomobil alanda elə problemlər olur ki, satıcı onu rahatlıqla gizlədir. Amma mən sürəndən sonra problem üzə çıxır. Belə gizlin problemlər olur. Olur. Məsələn, problemlərdən biri bəzi çox modellərdə məsələn yağ yemə olur. Belə bilə bilmirsən. Tam dəqiq bilə bilmirsən də, yəni 100% alıcıya deyəsən ki, burada yağ yemə var. O problem olur, bir çox problemlər olur, hə, olur əlbəttə ki. Ən çoxu yağ yemədir də, onun sürəti. Götürür məsələn maşınınızda mühərrikdə səsli işləyir, məsələn maşının standartı 530-dursa görürsən 10-40-ı tökür. Məsələn davlenisi aşağıdırsa satıcını, alıcını aldatmaq istəyir. Yəni belə də biraz bu vicdan məsələsidir. Bu biraz qəliz məsələdir. Yəni alanda da hə mən məsələn maşın öz müştərilərimizə, yaxın adamlara mən alqı-satqısına baxıram. Yəni qıraqdan gələnə baxmıram. Baxanda belə necə deyirlər, biraz indi insan tanıyırıq da neçə illərdir. Məsələn, satanın bir-iki suallar verirsən ki, görək nə deyəcək? Ona uyğun müəyyən edirsən. Hə, bəli. Ona uyğun müəyyən edirsən ki, yalan danışır, düz danışır. Yəni belə şeylər var, məsələn. Elə olub ki, deyir, maşın 10 ildir məndədir. Deyirsən, texpasporta baxım, görsən ki, maşın 10 gündə alıb satır. Təbii ki, alıb satsın, bir söz demirəm. Prosto da yalan danışmasın da, bəli. Bu yağ yeməni aman sonradan həll eləmək olur? Əlbəttə ki. O fərqli səbəblərdən olur. Xərcdir o, əsas xərcdir. Pulun varsa həll eləyirsən, hə? Hə, problem deyil onu, əsas xərcdir. Ay, sağ ol. Növbəti izləyicimiz də bizdən soruşub ki, mühərrik qızmır, temperatur aşağı qalır. Avtomobili belə sürə bilərəm? Mühərrik qızmır, temperatur aşağı qalır, o termostatdan olur. Əsasən də termostat açıq qalır. Hə, məsələn uzun yol sürəndə əsasda şəhər içi çox bildirmir, qışda şəhər içi lap çox bildirir. Məsələn uzun yol sürəndə necə deyirlər, tras deyirik də indi. Orada sürəndə temperatur düşür aşağı. Əlbəttə ki, yanacağın necə deyirlər, artıq sərfiyyatına səbəb ola bilir. Yəni bir çox şeyə problemi var, bəli. Hə, termostat açıq qalanda ora antifriz daim dövr eləyir. Daim dövr eləyir, külək vurur, məsələn o antifrizi mayəni, soyuducu mayəni soyuq saxlayır. Əsas odur ki, termostat bağlı qalmasın. Bağlı qalanında avtomobil artıq qızır. Qızır, qaynadır, problem yaradır. O daha ciddi problem yaradır da. O problem yaradır. Bu birisi problem yaratmır, ancaq o problem yaradır. Nə kimi problem yaradır? Motorun içində problem? Motorun, məsələn, sürücü səhlənkarlığı olsa qızıb qaynadacaq, motorda qalovkada
əyilmə ola biləcək. Hə, prokladkadan problem çıxacaq. Bir çox problemlər çıxa bilər. Radiator partlaya bilər və yaxud radiator yox, zəif nöqtəsi haradır avtomobilin. Oranı vurub partlara bilər. Yəni onda belə deyək də, hə, avtomobildə o görür ki, o termometrdə göstərir. Termometrdə belə qalxır dayanmadan temperatur da çıxır. Hə, qalxdısa onu saxlamalıdır. Hə, başa düşdüm. Deməli termostatında da problem. Termostatda da problem ola bilər, ventilyatorda açmaya bilər. Termodatçikdə də ola bilər. Məsələn, ventilyatora komanda vermir. Bir çox şeydən ola bilər. Digər izləyicimiz də bizdən soruşub ki, yağı təzə dəyişmişəm, amma artıq rəngi qaralıb. Nəydən olar? Yağı təzə dəyişib, yağ qaralırsa, bu təbii ki, maşının kompresindən irəli gəlir. Kompres kolça. Hansı ki, yanma kamerasında kolçalar olur. O kolçalarda zəiflik olanda və yaxud gilizdə bir cızıq düşəndə, yəni olanda silindrin başında yanma kamerasında partlayış olanda şeyə uqar verir. Artıq qazlı da belə deyək, karterə verir. O da ki, artıq olanda yağın qaralmasına səbəb olur. Bu yağın keyfiyyətindən də ola bilər? Yox, o keyfiyyətə asılı deyil. Onda deməli avtomobilin özündə yaranan problemdir. Yağdan olmağı, yəni yağın özündən çox cüzi bir faiz ancaq yox. Belə deyək, bu hər dəfə yeni yağ tökəndə yenə yağ qaralır da. Hər dəfə bu ardıcıl davam edir. Qaralır. Məsələn, dizellərdə bu təbii şeydir ki, dizellərdə tez qaralır. Xodladın, bir saat sürdün, yağ qaralır. O da təbii ki, o Porsche-nin başında benzinə nisbətən partlayış təzyiq daha artıq olur. O da həmin o kolçalardan artıq qazı verir. Dizelin axı biraz yanma ağır yanacaqdır. Uğarlıdır. O daha tez qaraldır yağı. Benzində yox, benzində çox qaraltmır. Başqa bir izləyici də soruşur ki, maşın əvvəlki kimi getmir, qaza basıram boğulur. Nədən ola bilər? Boğur maşın deyir. O bir çox şeydən ola bilər. Benzin isə katalizatordan ola bilir. Məsələn, belə səbəblər. Yəni, bəli, katalizatorun baş hissəsi yanır, kanalları tutur. Artıq onun, necə deyərlər, tüstüsü çıxmağa əziyyət çəkir. Maşını boğur. Məsələn, voz xamerindən olar. Bir çox hissəsi var ki, maşının ola bilər. Məsələn, avtomobil olub ki, gəlib deyir, hər şey eləmişəm, onu eləmişəm, bunu eləmişəm. Bir də açıb baxan olmayıb ki, bunun hava filtri bərbad vəziyyətdədir. Təkcə hava filtri boğu bilir. Təkcə hava filtri, hə, düzdür. İndi bu usta, səhlənkar ustaya rast gəlib də. Baxıb ki, hava filtri bu problemdir. Açmışıq ki, tutulub təmizləyişmiş, maşının nəfəsi açılıb. Yəni, bir çox şeylər var ki, xırda, belə necə deyərlər, sadə bir şeydən olur. O səbəb olur ki, avtomobil boğulur. O səbəb, bəli, o məsələn peşəkar elektriklər var ki, diaqnostika kompüterə salır. O parametrlərə baxır ki, məsələn, havanın girişi, çıxışı nə olmalıdır? Yəni, bilən adam. İndi bilməyən, onsuz da əlinə indi çox adam götürür bir dənə planşet, salır diaqnostikaya, aşıqqa yoxdur. Hə, pis o. Planşet ona baxır, o planşetə baxır. Hə, baxır ki, aşıqqa yoxdur. Qarda, heç nə problem yoxdur. Ancaq sən onun parametri girib baxmalısan ki, o necə deyək, analiz çıxır, həkimə gəlirsən, məsələn, qan analizi verirsən, yazır norma olmalıdır 2.8, 7.5-ə qədər. Bunun norması bu ikisinin arasıdır. Səndə çıxıb 1.5, deməli bu aşağıdır və yaxud da 9 çıxıb yuxarıdır. Problem var. Həmin o, necə deyərlər, problem var da o hissədə. Bunda o diaqnostika onu bilməlidir ki, bunun parametri neçə olmalıdır, mozuxamer neçə ölçü verməlidir, katalizatordakı neçə olmalıdır, məsələn, orada ölçüləri, hava kollektorunda olan datçik neçə ölçməlidir. Bunların hamısını bilmək lazımdır, yəni düzgün elektrik. Ətraflı diaqnostika eləmək lazımdır. Əlbəttə ki, indi ustalar da, elektriklərdə o qədər çoxalıb, maşallah olsun ki, hərə bir gəlir 5 ay, 1 il işləyir, gedir, yer açır, həm işin qiymətin yaman günə qoyur, həm müştərini yaman günə qoyur. Sonra müştəri də yaxınlaşır bizə, baxırsan ki, elə bir vəziyyətə qoyublar ki, əl tutmağa yer qoymayıb da. Usta, sən dedin katalizator tutulur, eləyir. Bu katalizatoru bəzən sökürlər, hə, avtomobildə? Katalizatoru dağılanda çıxardıb əvəz edicisi qoyulsa daha gözəl olar. Əvəz edicisi nəyə görə olmalıdır? Həm səs
fərq olmasın. Həm də çölə uqar verməsin. O katalizator çıxarıb sürürlər də. Bəzi adam özü bilərək çıxarır. O pırıltı da, biraz maşından səs gəlsin də, Moskvit səsi. Onu çıxartmaq düzgündür? Yox. Düzgün deyil. Düzgün deyil, əlbəttə ki, düzgün. Pozur bütün sistemi avtomobilini. Onu injektorun işığı yanır. Injektorun dedim mühərrik işığı var, o yanır. Sonra maşında başqa problemlər yaradır. Yəni yaxşı bir şey deyil. Bir də dizellərdə məsələn sarj filtr deyilən bir şey var. Və yaxud o tutulma söhbətin boğulma. Onun özü də boğur. Sarj filtr tutulur. Məsələn biz də onu yuyuruq, biz onu həll edirik eləməklə. O tutulur. Dizeldə yenə deyirəm ağır yanacaq da uqar olur. O tutur kanalları görsə maşında boğulmuş, sarj filtr yuyulur. Biz onu çox vaxt məsələn katalizatoru da, sarjını da kompüterlə yox, təbii ki kompüterdə var. Biz onu mexaniki ölçürük. Orada sıxılma nə qədərdir? İzləyicilərdən bir də soruşum ki, motor çəklidir, motoru yusan nəsə olmaz. Peşəkar yuyanlar var. Özün gelib moykada yuya bilmərsən də belə, su vurub. Yox, onu yumaq düz deyil. Yəni moykada yutsa o insan kimi də qulağına su gedir belə də, uşaq kimi. Onu olmaz. Məsələn, onu hansı şəkildə yuyacaq, o bilmir ki, harasına su keçməsin. Məsələn, müəyyən pravadarla keçir, ştekerlər var ki, orada problem olur, keçir. Sabah beyində problem olur, vozxamerdə problem olur və yaxud başqa bir şeylərdə problem olur. O da ola bilər ki, heç sırası bir 5 gün, 10 gün, 15 gün bildirməsin. Sonradan problem çıxır. Sonradan su işləyir həmin yerə, buxarlana bilmir, qalır orada açısleni verir. Problem ondan Mən sonra çox görmüşəm, moykada elə özləri açırlar, belə su vururlar, üstdən Bu vururlar. dəqiqə çox şey, indi ChatGPT də var. Müştərilərin çoxusu gələndə deyir ki, ChatGPT belə deyir. Deyirsən, get o düzəltsin də, yaxşı. Yox, belə yuxarıdan da vurmaq olmaz da ondan sonra. Yox, heç nə aşağıdan nə yox. Professionallar vurmaq. Aşağıdan vursun, altın yusun. O da ki, adi moykada nə edeyim sizə? Maşın olur ki, məsələn, biraz xəstə adamdır, bizdə də var elə müştərilər də. Yəni təmizkarlıq xəstədir. Maşın baxmış o altında heç nə yox. Gəlib moykadan gəlib görür ki, pilniklər zırıq-zırıq. Moyşik nə tər naporu qoyub, moyşik eləyib, yoxsa özü eləyib. İndi bəlkə də özü eləyib, Sucurub ona. 50 qəpiyə gedib, salıb şeyi, nədir onun adı, aparatı altına. Öz onda tələsirsən axı, vaxt qutarmasın deyə. İndi bu yox, bu tələsəni oxşamır. Çünki ürəklə vurur. Pilniki kəsib, biabırçılıq da deyir, bu niyə böyle? Moyşik belə, öncə hiss edirsən ki, moyşikin üstünə atır da, özü aparıb yəqin həvəsə gəlir. Aparıb moykada deyib ki, özüm daha təmiz yuyum. Bir nəfər izləyicimiz də soruşub ki, kruz almaq istəyirəm, dost tanış qorxudur ki, qaynadacaq. Kruz alım. Alsın, ancaq yayda sürməsin də, qışda sürsün, yazda sürsün. Yayda saxlasın qapının Əlbəttə ki, alsın, niyə almasın ki? Bu kruzlar niyə qaynadır? Niyə belə olur? Kruzlara əvvəla birinci soyutma mayesinə tam diqqət eləmək lazımdır. Soyutma mayesini düzgün tökmək lazımdır. O avtomobil 105-108-ə qədər qızır. Təbii ki, bunda su olsa, yəni antifriz, zəif antifriz olsa, bu 99 dərəcədə, 100 dərəcədə qaynayacaq. Bu da qaynadısa, bunun çıxmağa yeri lazımdır. Bu da vurub harasındansa çıxardacaq. Təbii ki, baçokun qapağında klapan var. Orada basır o klapanı, qaynadır, baçokun ağzından tökür. Və yaxud zəif toçkası varsa, oranı vurub deşəcək. Gedirlər, alırlar 3 manata, 5 manata, 10 manata antifriz, tökür avtomobilinə, sürür. Sonra da deyir ki, ay maşın qızdı, maşın filanladı. İndi quruzun atmaq lazım deyil ki, quruz yaxşı maşın deyil. Məsələn, quruzu da sürənlər, məsələn, biraz, necə deyir, kasıb təbəqədə sürür, baxırsan ki, pul da qoymaq istəmir, qalıb belə də, yəni belə bizə həm belə, həm qaynatmasın, belə hallar baş verir. Bu, mən çox eşitmişəm ki, bunun əsasən kruzun termostatı nə olur? Orijinal termostat qoyanda qaynatmır. Yox, orijinal termostat əlbəttə ki, orijinal qoyulmalıdır. Ən azından termostat hissəsini orijinal qoymalısın. Bu Kronika onu da belə dedi, bütün kruzlarda bu problem var belə çıxır. Yox. Düzgün qulluq olunan maşınlarda heç birisində problem. Çünki belə deyir, kruzun
adının mənası kruizdən gəlir də. Yəni uzaq səyahət, uzun yol maşını deməkdir adının mənası olaraq da. Yəni bunun üçün Yox, istəyirsən. əslində onu qoyublar bəlkə ki, uzun yol sürmək olmaz. Nə bilim, yəni adının mənası elə çıxdı kruiz. Niyə bu belə bu gəlib bizim Onun znakından da var da belə də. Yəni hara sağa sola hara istəyirsən sürə bilər. gəlib iminli bizim ölkəmizdə bu avtomobilin adı qaynadan avtomobil kimi çıxmış. Ya bu qaynadır, alma. Gedirik biz Amerikadan alırıq kruzları gətiririk. 200 min getmiş, 250 min getmiş. Vandalizm belə deyək də, vandal olunmuş avtomobilləri alıb gətiririk. Xərc qoymaq istəmirik. Bu hallar baş verir. Aldın, gətirdin, orijinal termostat, bildiyin, güvəndiyin mağazadan. Al, qoy, antifrizini tök, yaxşı antifriz. Tök, sür. Problem olmayacaq. Antifrizi tökmür, distroverunu antifrizə su qatmağa distroverunu su məsələndə distil olunmuş su. Hətta təkil qrantdan bu boyda xərc qoyub, orada 2 manatın, 3 manatın baxırsan belə. Yəni düzdür, biz eləmirik. Onu, yəni mən o desə ki, qrantdan tök, yenə də tökmürəm. Onu təbii ki, o bizim müştərilərimiz elə də deyir, şükürlər olsun. Mən də nə deyirəm, deyir baş üstə. Gedirlər məsələn ətrafımda var da 4-5 minə maşın alır, sonra şikayət edir. Deyirəm 4-5 min almısan da, yəni köhnə bir maşın almısan. Mən bir dəfə başıma belə bir şey gəlib. Maraqlı əhvalat gəlib, onu danışım. Bir yoldaş zəng elədi ki, bir dənə tanış var. Bəs maşın almaq istəyir. Gətirir, bir dənə ona bax. Mən də işdə deyiləm. Bu zəng elədi ki, qardaş, mən buradayım, sizin işdəyim, haradasan? Dedim, çatıram. Gəldim, çatdım, uşaqlara dedim ki, verin bunu yamaya, qaldırın, gəlim. Yox, yer yamasına vermişdilər. Gəldim ki, 94-cü ildir, 93-cü ildir. W202 Kuza, Çeşka bizim dildədir söy. El dilindədir söy. Maşın opşu yaman gündədir də, yəni maşını təsəvvür elə ki, maşını 4000 alır, 3800 alır, 4000-ə deyib 3800-ə, bu gətirib mənə göstərməyə ki, gör maşın necədir. Plus da mənə deyir ki, indi dizləyəcək o adam izləməyəcək, Allah canını sağ eləsin, düzdür, yox, gəlib eləmir, o bir dəfə gəldi. Mənə deyir ki, baxıram, deyirəm, valla, bilmirəm, harasından başlayım, da nədir? Maşın da dayanıb belə, opcum, mənə deyir ki, baxan da olsun Allaha, deyir ki, dəmirçi maliyər var, gəlsin, baxsın. Dedim, Allah, dözmədim də, daha özümü saxlaya bilmədim. Dedim, 4000-ədir, 3800 nəsə dedim, bu qiymətə maşın alırsan. Sən dəmirçi maliyərdə istəyirsən, bezkraskı istəyirsən, qardaş, bu maşın dedim, yağ da yiyə, buradan çıxdın 100 metrdən sonra motorda vura bilər. Hər şey olar. Hər şey ola bilər dedim də, bunu sən nə dəmirçi, nəyinə baxın mən bunun. Maşının yiyəsinə elə bil ki, belə maşının yiyəsi belə dedi, Allah ölənlər verəmədilər. Mən də səhərdən buna deyirəm ki, qardaş, bu maşındır da, yəni bunun bu qiymətə satıram da, başa düşürsən, sən bundan, yəni təbii ki, 4000-lik maşından eyni Kuzadan deyək də, 4000 qiymətə olanla, məsələn, həmin modelin 12.000-ə, 13.000-ə olanından eyni keyfiyyəti, eyni performansı gözləmək ən azından ağılsızlıqdır. Hə, yəni mən də onu deyirəm də, çox olur elə ki. Yəni elə maşın, elə qiymətə, elə maşın, məsələn, olub, mən o elə yox. Bir sən nətərdir, bax, indi müəyyən izləyicilər də təsdiqləyəcək. Bizdə belə bir şey var da, məsələn, 30 min pulumuz var, biz 35 minə maşın axtarırıq. Yəni, 35 minlik maşını axtarırıq 30 minə. Ay sağ ol. Başa düşdün. 30 minə sən tapa bilirsən də, həmin o modelin, məsələn, 40 minlik, 35 minlik modelin ən, belə necə deyərlər də, həyatından küsmüşünə gəlib çıxırsa. Yəni, bizim bədbəxtçiliyimiz müəyyən, məsələn, təbəqanın odur, həqiqətən. Baxırsan ki, bunu sən ya biraz döz puluvu yığ, 35 minə yaxşısın ha. Ya da biraz daha aşağı model al. Hə, yəni model fərqi olsun, 30 minə ideal maşın al, başqa bir maşın al, idealını al, əlli qoy qulağın dibinə. Bax, təzəsini belə ala bilərsən də bəzi maşınlar. Bəzi maşınların əlbəttə çanqan. Hə, ala bilərsən. Sənin sevdiyin model. Hə, yox, yaxşı maşındılar, valla. Yəni, normal işləyir, yəni praktikadan keçib, belə deyək, 140 min, 150 min sürülənlər də var bizim müştəridən. İşləyir, yəni yalan demək lazım deyil, düzdür, maşına mən qulluq edirəm, istəyir sürətlər qutusunu
mayesi, mühərrikin mayesi, hər bir şeyə mən baxıram. Hələ bir nakladkanı dəyişir, bir dəfə də təkəri dəyişir. Sürür. Hə, korobkanın yağın 30 mindən 40 mindən bir dəyişir. Vəssalam, belə bir şey yoxdur, işləyir. Qulluqdan çox şey aslında. Bəli. Nə deyirəm? Məsələn, o alanda da, məsələn, cibim belə deyək də, o summaya model fərqi olsun, ancaq ideal bir şey. Başa düşdüm. Düz deyirsən, mən də sənə qatılıram. Bir izləyici də soruşub ki, niyə yağ azalır, amma heç yerdə axıntı görmürəm? Yağ azalır ki, motor başlayıb yağ yeməyə. Yağ yemə nədir tam olaraq? Yeyir də, istəyir də, yeyir də. Acır yeyir, necə olur? Acır. Hara gedir bu yağ? Yağ deməli necə yemək ola bilər? Əgər tüstü varsa, ağ tüstü görsənirsə, göy tüstü. Klapan salniklərindən verə bilir. Çıxış kamerasına da orada bildirir. Orada yanır, yağı uca istili yandırır da, partlayış yandırır. Hə, yağ yanır. O vurur, çıxır qulşit eldən. Oradan da yemə olur. Məsələn, klapan salnikindən. Maşın var ki, görürsən ki, nə qara tüstüsü var, nə ağ tüstüsü, heç nə yoxdur. O, məsələn, kolçanın özündən də ola bilir. Kolçanın özündən ola bilir ki, yağı çəkir, yanma kamerası yandırır, çıxardır, tüstü vermir. Plus da, məsələn, kolça ölür, orada karterdə artıq qaz yaranır, sapun şlankı deyilən bir şey var. O sapun şlankın vasitəsilə, tüstü vasitəsilə par kimi belə yağ gəlir kollektora. Orada da həmin gedir silindirin başına, yanır, çıxır, yenə tüstü vermir. Yəni mühərrikə baxmaq lazımdır, membranına baxmaq lazımdır. O üst krişkada baxır, indi bilməm modeli yazmayıblar. Orada klapan var. Ona baxmaq lazımdır ki, hansı səviyyədədir ki, məsələn, havanı buraxsın, yağı buraxmasın. Bir çox səbəbdən olur. Bu yağ yemə deyəndə də bir də piruslar ağla gəlir, hə? Piruslarda yağ yemənin səbəbi keyfiyyətsiz yağ tökməkdəndir. Başqa heç bir səbəb yoxdur. Ən əsası, maşında, avtomobildə, məsələn, bizim qulluq elədiyimiz avtomobil var, 800 min gedir. Pirus? Yox, Pirus yox, başqa model. 800 min gedir, motor açılmır. Açıb sepini dəyişmiş. Nədir o, nə modeldir o? Hə, Mercedes. Nə yaxşı. Hə, 800 min gedib, daha 800 minin üstündədir. Gedib, o forma qulluq olunur. Yəni, düzgün yağı tökülür, düzgün qulluq eləyirik. Yağın bilirik nədir, hələ 5-30 tökülür ona. Yəni, adam var, 150 min sürüb, soruşursan ki, həmin model, mən 10-40 tökürəm. Onda 700 min olanda şey tökərsən də, sən 20-nin 50-yə zada tökərsən də. Yəni, yağ o demək deyil ki, necə deyərlər, belə deyək, qocalmışsan margarin yağı yiyirsən də, belə deyirsən ki, kərə yağı sənə olmaz. Yəni, o da avtomobilin standartı deyilən bir şey var. Bir izləyici də soruşur ki, maşında yağla antifriz qarışıb, niyə belə olur? Onun o problem indi modeldən asıldı. İndi modeli deməyib orada. Model deyib, yoxsa model yox? Yağ kitabçası var. Hansı ki, motorda. Orada gəlir mühərrikin yağı da keçir həmin belə bir kvadrat şeydir kitabçada. Mühərrikin suyu da. O kanallar tam yan-yanadır. O mühərrikin yağın soyutmaq üçündür. Məsələn, o kitabça. Onda məsələn çürümə olanda, oradakı səbəb yaranır. Əksər vaxtlar antifrizdən, düzgün antifriz tökülmür. Qarşımıza bizim çox gəlir belə şeylər. Kitabçada çürümə olur, yağı verir suya, ya suyu yağa verir, qarışdırır, bəli. İndi baxmaq lazımdır. Yəni, qalovkanın özündə qızdırıb, maşını qızdırmayıb, qızdırandan sonra olub, olmayıb, ona da baxmaq lazımdır. Sonra suya yağ keçirsə, sürətlər qutusunun da yağı gəlir, mühərrikin suyu ilə əlaqəlidir. Orada da balaca radiator var, onda həmin orada soyur, isinir həm. Oradan da problem olanda, çürümə olanda oradan da keçə bilər. Yəni səbəb çoxdur, onu baxmamış, yəni 100% demək olmaz ki, bu filan şeydir. Bax, indi usta yay gəlir, yayda da avtomobillərin fərqli məncə problemləri yarana bilir, qışda da, düzdürmü? Bu yayda ən çox temperaturla bağlı problemlər. Ən çox onlara diqqət eləmək lazımdır. Diqqət eləmək lazımdır. Mühərrikin məsələn mayesi, soyuducu mayedə antifriz deyək. 4 ildən bir dəyişilməlidir. Məsələn, bizə öz qulluq elədiyimiz maşınları, məsələn, müştəri
demir bizə ki, antifriz filandır. Biz onun üçün kitabça vermişik. Ona qulluq olunan nələrə baxırıq. Maşına qulluq olunub, nələr dəyişilir, nələr dəyişilir. Hamısını təbii ki, qeydiyyatdan aparırıq. Avtomobilin antifrizində yoxlayırıq ki, dərəcəsi hansı dərəcədədir. Bir də tövsiyəm odur ki, avtomobil alanda, işlənmiş avtomobil təbii ki, onun soyutma mayesini də dəyişsinlər. Alan kimi. Bütün maye sistemini dəyişsinlər. Köhnə avtomobillərə aiddir də təbii ki bu. Yəni dəyişsin, ən azından bilsin ki, məsələn, bunun yağı nə vəziyyətdədir, bunun tormoz mayesi, jitkisi Vaxtını tuta nə bilsin, vəziyyətdədir. bilsin nə vaxt dəyişilib. Son olaraq izləyicilərimizə biz yay aylarında, isti aylarda bir sözün, məsləhətin, avtomobillə bağlı tövsiyən varsa buyur. Məsləhətim yay ayı, qış ayı bir telefondan biraz az istifadə eləsinlər. Sürəndə, hə? Hə, svetoforda dayananda da əsas, yaşıl yanır, getmir. Hə, biraz səbir arzulayıram sürücülərə. Amin. Biraz bir-birinə hörmət qoysunlar yolda. Necə deyirlər, bir də antifrizə diqqət eləsinlər əsas. Hə. Əsas olur. Hə, bu iki şeyi, bunları biraz diqqətli olsalar daha yaxşı olur. Çox sağ ol usta. Səni Siz sağ yenidən olun. görmək mənə xoş oldu. Minnətdaram. Sualları da bugün cavablandırdıq. Belə əziz izləyicilər, inanırıq ki, bu günləri suallarınıza cavab tapa bildik. Sizi də maraqlandıran başqa suallar varsa, bu videonun altında yazın. Biz növbəti verilişlərimizdə ustalarımızla bu sualları cavablandırmağa çalışacağıq. Belə bir verilişin daha sonuna çatdıq. Özünüzdən müğayət olun. Videonu bəyənməyi, öz fikirlərinizi şərh bölməsinə yazmağı və dostlarınızla bu videonu paylaşmağı unutmayın. Sağ olun, özünüzdən müğayət olun.